metallarda müqavimətlə temperatur düz mütənasibdir. Bizə məsələdə də naqili qızdırılır, metal naqili qızdırılır. Yəni temperatur artır. Əgər temperatur artırsa, qızdırılan metalın da müqaviməti, yəni burada qızdırılan eriyücüdür, müqaviməti artmış olur. Yəni artar buna əsasən. Gəl indi biz ümumi dövrədə ümumi cəryan şiddətinin necə dəyişdiyini tapaq və buna əsasında voltmetrin göstəricilərini tapmış olarıq. Tam dövrə üzrə Ohm qanununa görə qeyri dövrədir, çünki I bərabərdir epsilon bölünsün R daxili müqavimət üzərinə R2 və üzərinə R3 gəlirik. Ardıcıl olduğuna görə biz topladıq. Əgər R3 artıbsa, çünki qızdırılıb, onda ümumi dövrən cəryan şiddəti azalmış olar. Yəni I azalar. Buna əsasən gəlin biz voltmetrləri tapaq. U1 üçün tapaq. Birinci voltmetr üçün epsilon minus IR. Ümumi dövrən cəryan şiddəti azaldığına görə, onda qarşısındakı mənfiyə görə U artar. Yəni birinci voltmetrin göstərişi artacaq. Gəlin ikinciyə baxaq. U2 bərabərdir. Yenə IR2. İkinci fikir versək, R nə artıb, nə azalıb. Çünki nə soyudulub, nə də qızdırılıb, sabit qalıb. R sabitsə, onda biz cəryan şiddətinə əsasən tapa bilərik. Cəryan şiddəti ümumi dövrən cəryan şiddəti olduğuna görə azalmışdır. Onda U2 də birbaşa azalmış olur. Gəlin üçüncü voltmetrin göstərişini tapaq. U3 bərabərdir IR3. Gəlin baxaq. Biz dedik ki, R artıb, üçüncü rezistor artıb, dövrən cəryan şiddəti azalıb. Biz buna əsasən U3-ü tapa bilmirik. Çünki bilmirik ki, hər biri, yəni I-də, R-də nə qədər artıb, azalıb, onu bilmirik. Neçə dəfə artıb, azalıb, onu bilmirik. Ona görə də bizə bununla tapmaq çətin olacaq. Yəni, sərf eləmir, belə deyək. Buna əsasən biz, əgər U3 tapmaq istəsək, dövrəyə əsasən, biz bilirik ki, burada rezistor ardıcı qoşulur və ümumi gərginlik U1, U2 ilə U3-ün cəminə bərabərdir. Artıq bundan tapmaq biz. Aşağıdakı düsturumuzdan tapaq. Buradan U3-ü tapsaq, yazarıq ki, U1 çıxılsın U2. Görürük ki, U2 bizdə azalmışdır. Yenə qarşıdakı mənfiyə görə, onda U3 artmış olar. Deməli, U1 artar, tapmışdıq. U2 azalar, U3 artar. Cavab B variantı.